Qəbir qazanın belə öləcəyini yaddan çıxardığı bir devirdik. Bilirəm, bir çoxlarına təsir edəcək bu dediklərim. Nədir sənin fikirləşdiyin? Sən bura gəlməyəcəksən, sən ölməyəcəksən, sənin qəbrini ot basmayacaq. Aydın məsələdir, biz yaşayan canlılar olaraq, insan canlıları olaraq bir-birimizə hörmətimiz yoxdur. Heç olmaya hər kəs öz ölüsünə hörmət etsin. Sən övladlarını yanına alıb gedib keçmişinin qəbrində bir cüt gül qoymaqdan aciz bir insansan bəyəm. Vaxt gələcək, gün gələcək, sən də birinin keçmişi olacaqsan. İndi öpüb bağrıva bastığın körpələrin də sənin qəbrinə gəlib bir cüt gül qoymayacaqlar. Qamış basmasını, ot basmasını normal qarşılayacaqlar. Hər kəsin ölü ikən də, diri ikən də layiqi nədirsə qarşısına mütləq şəkildə o çıxacaq. Qəribə bir cəmiyyətdik. Heç kim öz halından razı deyil, amma hər kəs öz ağlından razıdır, ağlının artıq olduğuna inanır, öz ağlından kiməsə pay verə bilər, kiməsə fikir verə bilər. Amma baxırsan, həmən adamın öz ölüsünə hörməti yoxdur. Belə bir insanın ətrafında yaşayan canlılara hörmətinin, səmimiyyətinin doğru olduğunu da qəbul etmək mümkün deyil. Burada bir səmimiyyətsizlik var. Bu boyda məzarlıqda çox məzarların üstünü ot basıb. Hörmət görən məzar sayı çox azdır. Biz millətcən bu deyilik. Bizim örfümüz, adətimiz, ənənələrimiz olub olacaq da. Amma bizim örfümüzdə, adətimizdə, ənənəmizdə bu tərz şeylər yoxdur. Hər kəs indi bu video kimin qabağına çıxırsa, olduğu yerdə, oturduğu yerdə bir özünü sirkələsin, bir özünə gəlsin. Ölüsünə hörmət göstərsin. Ölmüş olan ölülərimizə hörmət layiq deyilsə belə, bizim ölümümüz ölüb, o ölmüş olan adam bu hörmətə layiq deyil. Hansısa səbəbdən, hansısa öz xatalarından və s. Buna əmin ol. Əgər o hörmətə layiq deyilsə, sən hörmət göstərməyə layiqsən və sənə bu hörməti göstərmək çox gözəl yaraşacaq.